Toyumuz çox mübarəkdir. Bu məqamda istəyirəm gözəl bir ağsaqqalımızı, böyük bir hörmətli müəllimimizi, bizim yaxın dostumuz olan Şikarov Heybət müəllimi eşidək. Əgər çörək yeyirsə, biraz vaxtı yoxsa, buyursun. Hoş gördüm benim. Çok şadım sizle görüştüğümü. Buyurun, buyurun. Bizim hörmətli şairimizin sözündən sonra söz demək biraz çətindir. Tamada qüvvətli olanda çıxış edənlər biraz çaşır, nə bilim, utanır, neynir, ona görə ki, bu adətdir. Əvvəla mən hamı toya gəlir. Mən toydan çox Arab Şalbaşa ləyaqətə gəlmişəm. İnsanlarda çox keyfiyyət olur. Filankəs qoçudur, filankəs igiddir, filankəs savadlı alimdir. Bütün bunların elligindən yüksək keyfiyyət ləyaqətdir. Alimdə də ləyaqət yoxsa o heç nədir. İgidsə, ran, çalan, çapan, döşə qırar. Əgər onda kişilik ləyaqəti yoxsa, o igidlik də heç nədir. Alim də belə, qoçu da belə, hamısı ləyaqət. Mən Arab Şalbaş cəmaatının, Arab Şalbaş məclisinin ləyaqətinə gəlmişəm. Toydan yüksək. Hər yerdə deyirəm. Bir toyda ki, o Allah qadağan edən, o içki yoxdur, əhsən belə toya. Allah xoşbaxt eləsin. Mən çox şadam ki, Arab Şalbaş toylarında hacının bu toyunda ikinci dəfə görürəm, elə şey yoxdur. Əhsən buna. Bir də Arab Şalbaşa məni bağlayan, Arab Şalbaş xalqının ümumiyyətlə önəridir. Arab Şalbaş xalqı belədir ki, mənə belə gəlir ki, bunların içərisində heç tayın sudan çıxarda bilməyən adam tapılmaz. Buna görə də mən bu kəndə, bu xalqa vurğunam. Mən fəxr edirəm hər yerdə ki, bu kənddə mənim atamın doğma xalası oğlu yaşayıb, böyüyüb, Gödək xanlar deyərlər ona. Bax, mən bunu ilə fəxr edirəm ki, mənim atamın xalası oğlu var burada. İgid bir adam idi. Mən bir gün bura qartallar yuvasına gəlmişəm, igidlər yuvasına həqiqətən hörmətli şair. Sizi burada görməyəmə də şadım. Belə bir söz də var, hər halda şair yanında şeir demək düzdür. Deyir, səma bəzəyidir qartar qaltarsa, onu göydən yerə indirmək olmaz. Min bayquş ulasa ətəklərində dağları külliyə döndərmək olmaz. Xəbis yetişsə də loğman yaşına, görməsən fikrindən dönüb daşına. Qızıl tac qoysun da geda başına, sultanlıq taxtına mindirmək olmaz. Doğrudan da qartal qartaldır. Bu el, bu oba belədir ki, burada belə hünərli adamlar var ki, doğrudan da onlara qartal demək olar. Arab Şalbaş, mən üzə demirəm, hər yerdə demişəm, bayaq dediyim ifadələrlə bərabər, doğrudan da qartallar yuvasıdır. Buradan qartallar tərvaz olub qalxıb göylərə. Düzdür, bu kəndin böyük alimi, bugün toyun elədiyimiz, bu toyun demək keçmişi, böyücü, mən onun adını çəkməyə bilmirəm. Ona görə ki, hər məclisə gərək doğrudan da yüksək şəxsiyyətlərin adı çəkilsin. Biz Almaz Əfəndinin haqqında deməyə bilmərik. O dediyim, o göylərə, səmalərə qalxanlardan biri də odur. Amma düzdür, təsadüf onu əqdisə də onun səviyyəsinə axı qalxa bilən adam olmaz. Gözəl bir sözü var tarixi bir şəxsiyyətin. Adını deyəcəm, indi biraz moddan düşsə də, məşhur Krilov olub, Rus satiriki. Onun bir sözü var. Mən onun əvvələ öz dilində deyim, üzr istəyirəm hamımızdan.
Der Arlud случается и не жугур опускаться, но курицам никогда до небес не подниматься. Kartal bazen toğdan da aşağı inir. Ama kartal seviyesine toğuk kalka bilmez. Düzdür, tesadüf bazı yüksek şahsiyetleri, büyük hünerleri eğer egirse de o hünerler seviyesine kalka bilen olmaz. Biz böyle müqayisə eləməliyik. Biz bunu bir gün burada bir günde deməyə bilmərik. O rəhmətlik hem din xadimiydi, hem din fədaisiydi. O çox məclislərdə bəzən dinin əksinə çıxanlar, din sarıdan küt olanlara o özünün gəzdirdiyi xəncəri də çıxarda bilirdi. Ona görə mən buna bizim müsəlman dinin fədaisi deyirəm. Xəncər çıxan yerdə ölüb öldürmək də ola bilərdi. Bax, ola belə bir şəxsiyyət kimi bu yuvada, burada yaşadı, buradan da getdi. Hörmətli şairimiz belə bir söz var, onu da işlətmək istəyirəm burada. Burada belə bir söz var, deyir ki, aslanlar döşləri ilə tanınırlar, tülkü quyruğu ilə. Bax, burada mən bunu deməklə söz şairlərə mövzu da vermək istəyirəm. Aslan döşü ilə tanınır, tülkü quyruğu ilə. Tülkü öz vətənində də qəribdir. Aslan, hər də olsa aslandır. Ama Türkçü öz vətəni və bir Türkçü görünsə, gəlib qovurlar, ağac çiçəklər üstünə. Amma aslan yeşillərində onu nə qovlamaq haqqında düşünən yoxdur, nə ona qarşı çıxa bilən yoxdur. Şimdi bir gün burada toyumuzda bizim şair Əbülfət də var da. Şimdi yəqin ki, Əbülfət hamımızın sevimlisidir. Əbülfət böyük istedaddır. Bayağı ləyaqət dediyim ona da mənsubdur. Bizim elin ləyaqətlisidir. Ona görə bayağı deyirəm ki, elə Əbülfət elə bir şəxsiyyətdir, elə aslan kimidir. Onun üçün heç yeri qərib demək olmaz. Mən çox bir şeydə şadam ki, Əbülfət qardaşları 5 qardaşdır. Hamısı da şairdir, layiqlidirlər. Onların çox layiqli bir kəlam sahibi atalar rəhmətə getdi. Mən çox şadam ki, onu bizim Şıqasəli Bəsir qəbirstanlığında dəfn elədilər. Demək, o qəbir, düzdür, Əl-Əsəd yazdığı bir şeirində yazır ki, ata, məni sarsıdır sənin qərin məzarın, amma biz şadıq ki, belə oğulları, o qəbir, o böyük qəbir bizim elə bağlıyıq. Hər də olsa, vətənə də qayıtsalar, o qəbir onları tez-tez çəkib gətirib bizimlə görüşdürəcək. Mən ləyaqət deyəndə bu adı da çəkməyə məcbur oldum. Allah toyumuzu mübarək eləsin. Həmişə arzu edirəm ki, bu Arabşalbaş kəndi hansına ki, mən bayaq dediyim səbəblərə görə bağlıyam. Bəzən Arabşalbaşların bəzilərindən eşidirəm ki, Heybət müəllim deyirlər ki, bizi oradan Ərəbistandan qoğulayırlar bura. Çox böyük kobud səhvdir bu. Çünki Peyğəmbər oradan bu dili yayarkən ilk dəfə bura Hatəm gəldi öz qohumu. O sağlığında göndərdi bura, gel Şirvanı dinə getdi. Hatəm də gəldi, dedi Şirvanın o vaxtı parçayı qəbul elə dostatdini. Dedi onda sən dəstəyin anadan qoy qalsın dinin dayağı kimi. Arab qədimlər qaldı. Sonra da tapşırdı, onun vəsiyyəti idi ki, o din qəbul edən yerlərə ərəblərdən dəstə keçsin. Ona görə də bu süzün kəndimizdə bir neçə yüz il bundan əvvəl Peyğəmbərin vəsiyyəti ilə bura gəliblər. Qoğulluq demək çox sərt. Və doğrudan da mən indi görürəm ki, o böyük şəxsiyyətin demək, ləyaqəti, mənsub hərəkətləri var, işləri var, məclislər də ləyaqətli keçir. Mən əvvəla düz istəyirəm, bu qədər çox suçluq elədiyimə görə, ürəkim istədiyyi sözləri deməyə çalışdım. Allah sən Allah səni ləyaqətli var eləsin. Hayal etməkcə, mən ləyaqətə gəlmişəm, çox o ləyaqətli də səbəbkarıyım. Allah səni həmçə həmişə Allah şad eləsin. Heç Allah o görkəlməsin ki, mən görkəlməyəm salcım.
Hamd Allah öz vaxtında öldürsün. Heç küsürlər bu yerə qoyuya görkəlməz. Sağ olun. Sağ olun. Allah razı bərəkət etsin. Buyurun. Çox sağ olun. Xahiş edirəm, mənim yoldaşım bir gələ sənətdə də qardaş olasan, hamımız bir-birimizlə elə olsun ki, birimiz çox, birimiz az danışmayaq. Sözü verək gözəl sənətkarımız Əbülfət müəllimə. Bundan sonra nə var ki, şairdən elə şeir deyir, xahiş edirəm, nə var ki, bir həftə desə qutarmaz. Buyurun qardaş. Vaxtınız xeyir, hörmətli qonaqlar, əziz qardaşlar, ağsaqqallar. İlahidən arzu edir ki, həmişə xeyir işlərdə iştirak edəsiniz, öz əzizlərinizin toy məclislərində iştirak edəsiniz. Bugün mənə böyük bir xoşbəxtlik nəsib olub ki, Rizvan dayının oğlu qəhrəmanın toyunda iştirak edirəm. Hörmətli hacının, yəni ən yaxın istəkli dostumun, kiçik qardaşının toy məclisində iştirak edirəm. Bunu mən özüm üçün çox böyük şərafət hesab edirəm. Əvvəla, bu toy mübarək olsun. Siz də həmişə xeyir işlərə gedəsiniz. Oğul valideynlərinə, onun qohumlarına, əqrəbasına, cəmaatına böyük, gözəl, xoş ovqatlar arz edirik. Allah onların da canını həmişə sağ eləsin. Öz kölgələrini övladlarının üstünə əksik eləməsin. Neçə belə gözəl boylara çıxasınız. Mən Kəlbəcər xalqının nümayəndəsi kimi burada təmsil oluram. Siz yaxşı bilirsiniz ki, biz 48 rayonda məskunlaşmışıq. Mənim də bəxtim belə gətirib ki, zər atanda püşkümə bu zona düşüb, yəni Şirvan zonası düşübdür və buna da peşman deyilik. Çünki biz bura gələndə əsl səadətimizi bəlkə də elə burada tapır. Bu günləri çıxış edənlərin hər birisi Ulu Allahın dərgahına əl açdılar. Ondan imdad bilədilər. Mən də istəyirəm elə o yolla gedim. Böyük Allahımızın, böyük mənəvi ustadımızın qarşısında mən də öz borcumu yerinə yetirim. Haqqın ulu dərgahına üst tutmuşam əzəldən. Çünki o bir yer üzündə hər qurğunu düzəldən. Şahı taxtından endirib gədanı şah eləyir, gülşəni külə döndərir, gül göyərdir xəzəldən. Arsız adam saç çağatmaz, 70'ində diş yarar. Görməmişin nəfsi ölməz, bəd niyyəti daş yarar. Əyri əldən qopan qay göz çıxardar, baş yarar. Bu aydın bir həqiqətdir, xəta çıxmaz düzəldən. Eşq üstündə bərqarardır şeir sənət dünyası. Sədaqətdir, etibardır məhəbbətin mayası. Sevirəm o cananı ki, üzdə ola hayası. Mən ki, ilham almamışam hər boyalı gözəldən. Əbülfət, vəfalı yardan gen gəzməyə dəyərmi? Səxavətsiz dost yolunda can üzməyə dəyərmi? Boş, mənasız, qafiyəsiz söz düzməyə dəyərmi? Şair olan baş çıxarda gərək şeiri qəzəldən. Kərəm müəllim kimi gərək şeirdən sənətdən baş çıxarlar olsun. Ulu Tanrı hamımıza yar olsun. Burada bu kənd müqəddəs bir kənddir bizim aləmimizdə. Ona görə ki, mənim eşitdiyimə görə bəlkə də Azərbaycanda yeganə kənddir ki, ən çox hacı bu kənddə cəmləşibdir. Onlar Allah yolunda əziyyət çəkib Allahın evini ziyarətə gediblər. Allah onların ziyarətini qəbul eləsin. Bugün bu məclisdə mənim kəndçim bir hacı iştirak edir, Hacı Babacan kişi. Mən onunla öyünə bilərəm ki, o da mənimlə birlikdə bura gəlibdir. Var bizim həyatda həqiqi ustadlarımız, onlar insanlardır. Hər kəsin özünün ustadı vardır. Mənim də ustadım var. Şeirimizin aydın, nurlu sabahıdır Ələsgər. Dilimizin ən tutarlı, ən kəsərli silahıdır Ələsgər. Varlığına şəhk eyləsən iki gözün kör olar, çünki sənət dünyamızın Allahıdır Ələsgər. Tükənməz bir söz çeşməsi, dağlarını ha silə. Kədər yetməz gözlərindən, el gözəli ha silə. Gözlərimdən mənasızdır, hikmət yetdi hasilə. Baş xəzinə, dil cəvahir, saz sərkərdə, əl əsgər. Kəlmələrin birər-birər gətirmişəm dünyada. Əbülfət tək dərgahına səcdə qılır dünyada. Özü getdi, sazı, sözü, adı qaldı dünyada.
Salam dedim xilqətə, eyləmədi əl əskər. Çünki sənət dünyamızın Allah'dır ələskər. Allah şönəlim olsun. Ustad nəfəsi heç birimiz bütünün əksik olmaz. O cümlədən Kərəm müəllim də mənim ustadımdır. Kərəm müəllimə bu genişli, oxuşlu sənət yollarında uğurlar arzulayır. Mələk ömrünün ən bəxtəli, ən gözəl şahlarında çox xoşbəxtdir. Biz bu zonaya Şirvan torpağına bir adamın adı ilə gəlmişik. Bu adam burada iştirak edir, incə o çıxış edirdi burada. O, mənim müəllimim, mənim böyüyüm, indi ata əvəzi mənə belə gəlir. Heybət müəllim. Heybət müəllim məclisdə iştirak edir. İnanın ki, təkcə Heybət müəllimin şəxsiyyəti yox, eyni zamanda onun adı bizi yaşadıqdır bu torpaqda. Zaman bizi bu torpağa bağlıdır. Çox doğru dedi ki, bugün biz atamızı bu torpağa tapşırmanın əbədi olaraq bu torpağa bağlanır. Biz bu cəmaatın qarşısında baş əydik. Onlar nə böyük şərafətlə bizim atamızı son mənzilə yola saldılar. Mənə belə gəlir ki, vətəndə o boyda şərafətə bəlkə də nail ola bilməzdir. Sağ olun, heybətlər. Öncə siz də bizim haqqımızda çox xoş sözlər işlətdiniz. Bizim layiq olduğumuz mərtəbədən də yüksək səviyyə bizi qaldırdınız. Ruhum bədənimdə pərvaz edir. Hər düşəndə səndən söhbət müəllim. Zehninə, zəndinə, istedadına heyrət edirəm, heyrət müəllim. Zinət yaranırsan xeyrə, şərəf. Ürəyin həssasdır sənətə, şeirə. Qədir qiymətini bilməyənlərə nifrətlər yaraşır, nifrət müəllim. Tarixlər yaşayır bircə anında. Nadanlıq, naqislik yoxdur onda. Mən qərib olsam da, sənin yanında qürbət çəkmişəm, qürbət müəllim. Əbülfət quludur vəfalı dostum. Şirin kəlamına olmuşam məftun. Bacım Svetlana, dostum Ərastum, Məkkə, Mədinəmsən, heybət müəllim. Sağ ol, sənə uzun ömür, can sağlığı və xoşbaxtlar arzulayıram. Çox sağ ol. Sözü verək sənətkarlara.